Salam, hörmətli izləyicilər, xoş gördük sizləri. Bugün mən sizə mirvari adlanan bir naxış növü göstərəcəyəm. Bunun üçün mən ilə ilmək yığmağa başlayıram. İstədiyimiz sayda ilmək yığa bilərik. Mən bugün vaxtı qənaət etmək üçün ilməni belə biraz az yığacağam. Çünki çox uzun olmasın deyə videomuz. Nə qədərdir? 3, 6, 8, 9, 10, 11, 12, 13, 14 ilmək yığacağam. Əgər kim videomuza yeni qoşulursa və ilmək yığmağı mən bilmirsə, əvvəlki videolarımızda bu barədə var. Demək, 14 ilmək yığmışam. Adətimizə uyğun birinci ilməni çıxardırıq. İkinci ilməni avant ilməyi ilə toxuyırıq və üçüncü ilməni tərs toxuyuruq. Bu üsulla bir avant və bir tərs toxuyuruq. Mən tez-tez toxuyacağam, lakin kim öyrənmək istəyirsə, bu ilmələri tez-tez yığa bilmir, ola bilər təzə başlayıb toxumağa. O, əvvəlki videolarda var. Avant ilmənin yığılması və tərs ilmənin yığılması. Baxın, bir də göstərim. Baxın, avant ilmə bu cür gəlir. Tərs ilmə isə, baxın, belə içərdən gəlir. Və axırıncı ilməni biz tərs toxuyuruq. Beləliklə sıramızı başa vurduq. İkinci sırada biz, baxın, yenə adətimizə uyğun mən yaxınlaşdım ki, daha yaxından görünsün. Birinci ilməni çıxardırıq. İkinci ilməni baxırıq. Əgər avant toxunuşdursa, avant ilməni biz tərs toxuyuruq. Baxın, avant ilməni tərs toxuyuruq. Tərs ilməni isə avant toxuyuruq. Yenə də baxırıq, avant ilmədir, qoy yaxınlaşım görünsün. Bu avant ilmədir. Avant ilməni tərs ilmədən ayırmaq üçün, birinci burada bilmək üçün. Baxın, tərs ilmənin qarşısında, qoy yaxınlaşdım, daha yaxından görsənsin. Tərs ilmənin qarşısında bu cür düyün var. Lakin avant ilmədə yoxdur. Görsünüz, hamardır. Ona görə də baxın, baxırıq, düyün yoxdur qarşısında. Demək, bu avant ilmədir. Mirvari toxunuşunda avant ilməni tərs toxuyuruq. Tərs ilməni isə avant toxuyuruq. Tərs ilməni isə avant üsulla toxuyuruq. Yenə baxırıq. Baxın, avant ilməni biz burada tərs toxuyuruq. Tərs ilməni isə avant toxuyuruq. Bu üsulla biz sıramızı başa vururuq. İkinci sıranı başa vururuq. Baxın, avantları tərsləri avant toxuyuruq. Yenə axırda baxırıq. Tərsi ayırdım eləmək üçün tərs ilmənin qarşısında düyün var da belə. Çünki axırıncı ilməmiz də bizim tərsdir və onu avant toxuyuruq. Və ən axırda kənar ilməni adətimizə uyğun tərs ilməyi ilə toxuyuruq. Qoy bir sırada göstərim sizə, baxın. Birinci ilməni çıxardırıq. Birinci ilməni həmişə çıxardırıq, axırıncı ilməni isə tərs toxuyuruq. İndi baxırıq. Baxın, bunun qarşısında belə düyün var. Demək, bu tərs ilmədir. Biz tərs ilməni avant toxuyuruq. İkinci, baxın, avantdır. Demək, bunu biz tərs toxuyuruq. Demək, yenə də tərsləri avant toxuyuruq, avant ilmələri isə tərs toxuyuruq. Bu cür biz, baxın, belə toxuyuruq. Artıq bizim naxışımız görünməyə başlayır, bilinməyə.
Bu cür qoy bir sırada toxuyum, daha dəqiq biləsiniz. Birinci ilməni çıxardırıq. Baxın, bu üzdə. Bu avantdır. Bunu tərs toxumağa başlayırıq. Tərs ilməni isə avant toxuyuruq. Yenə də. Baxın, bu avant ilməni tərs toxuyuruq. Tərsi avant toxuyuruq. Bu üsulla biz toxuyuruq gibi. Bir qədər yavaş eləyirəm ki, ola bilər, siz belə çatdıra bilməyəsiniz. Baxın, axırıncı ilməni isə tərs toxuduq. Burada mən toxumuşam, sizə göstərim. Baxın, burada mən bir qədər toxumuşam sizə göstərmək üçün. Görürsünüz burada. Bu toxunuş, qoy yaxınlaşın görünsün. Görürsünüz, bu qarışıq ilmələrdən ibarətdir. Qarışıq ilmələr də deyə bilərik. Lakin burada mıncıq-mıncıq görüldüyünə görə buna mirvari toxunuşu deyirlər. İndi burada sizə göstərərəm. Baxın, qıraqların da birinci ilməni çıxardırıq həmişə. Axırıncı ilməni isə tərs toxuyuruq. Görürsünüz, o zaman kənarları necə gözəl görsənir. Baxın, ona görə. Baxın, ona görə həmişə belə gözəl kənar alınması üçün biz həmişə birinci ilməni çıxardırıq və axırıncı ilməni isə tərs toxuyuruq. Baxın, burada mən sizə göstərim. Baxın, burada görürsünüz, yaxınlaşdım daha da. Burada sanki ilmənin qarşısında düyün var. Demək, bu tərs ilmədir. Biz tərs ilməni indi avant toxuyacaq. Bu isə bunun qarşısında düyün yoxdur. Ona görə bunu da tərs toxuyacaq. Baxın, belə. Daha belə toxuyuruq. Gibi. Bu toxunuşla biz varatnikləri, şərfləri və yaxud jiletlərin kənarlarını, papaqlar, istədiyimiz hər bir şeyi toxuya bilərik. Toxunuş 200'lü olduğuna görə şarflarda toxuya bilərik. Yaxud baş bantları toxuya bilərik bu üsulla. Baxın, bu üzdə belə bu cürdür, bu üzdə var. Bunun tərs üzü, asar üzü yoxdur. Hər iki üzü eynidir. Baxın, belə. Beləliklə, videomuzu baxıb bəyəndinizsə, xahiş edirəm, like edib kanalımıza abunə yazılasınız. Sağ olun, gələn görüşlər.